Əziz izləyicilərimiz, bu gün mən sizə 3-5 dəqiqəyə hazır ola biləcək bir saç düzümünü göstərəcəm. Saç düzümünü yığmaq üçün əvvəlcə saçı gördüyünüz kimi olduğu şəkildə daranır. Ortadan ayrılacaqsa ortadan ayrılır şəkildə daranır. Arxa hissəsi nevdinkalanır. Sonra bir tərəfindən bax buraraq saçı gətirib tam o nevdinkaların üstündə yenidən o da sabitlənir oraya. Sonra sol tərəfdən də yenə aynı şəkildə saçı alırıq. Yenə burma işləmi yapıb gətirib aynı yerdə sabitlənir. Bu şəkildə sabitlənəndən sonra aşağıdakı saçları 4 yerə böləcəyik. Neçə yerə istəsəz bölə bilərsiniz. Yəni çox da olmaz. 4, 5, 6 yerə bölə bilərik. İlk böldüyümüz saçı sola tərəf götürürük. İkinci saça toxunmuruq, qalır. Üçüncü saçı götürüb birinci götürdüyümüz saçın üzərinə çarpaz şəkildə sabitləyirik. O da sabitlənəndən sonra ikinci saçımızı yenidən o üçüncü ayırdığımız saçın üstünə sola tərəf sabitlənir. O da o şəkildə sabitlənəndən sonra artıq dördüncü saçı da bu üçüncü saçınla ikinci saçın ortasında sabitləyəcəyik. Sonra da o yuxarı hissəsindən çıxan saçları istədiyiniz şəkildə istəyib çevirib üstünə də qatlaya bilərsiniz. İstəsəniz, yəni bax gördüyünüz kimi tək-tək də bu şəkildə sabitləyə bilərsiniz. Saç modelimiz artıq hazır olur. Yəni onu istədiyiniz şəkildə sabitləyə bilərsiniz. Ən son çıxan saçları kəndi zövqünüzə görə sabitləyə bilərsiniz. Artıq saçımız hazır. Tamam, tez əmələ gələn bir saç modeli. Yəni sizin vaxtınızı almayacaq bir saç modelinin texniklərini sizlərlə paylaşdım. Artıq buna izləyib rahatlıqla yığa bilərsiniz bu saç düzümünü. İzlədikdən sonra YouTube kanalıma abunə olmağı, yorum yazmağı unutmayın. Yeni videolar izləmək istəyirsinizsə mütləq səhifəmə abunə olun. Ücretsizdir bu arada. Sadəcə yorumlarınızı gözləyirəm. Hər birinizə başarılar, uğurlar işlərinizdə. Kim necə çətinliyi olsa yazıb əlaqə saxlaya bilər.